Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə Azərbaycan 4-cü sinif Azərbaycan dili dərsindən səhifə 8 və 9-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Birinci fəslimizin adı Dostluğun gücüdür. Bir A tapşırığında deyir ki, bilməmək eyib deyil, soruşmamaq eyibdir, kəlamını izah edin. Bu fikrə münasibətinizi bildirin. Bilməmək eyib deyil, soruşmamaq eyibdir. Mənası, yəni izah eləmək, mənası odur ki, yəni bilirsə, hər bil, nəsə utanırsan. Bilmirsən nəsə, deyirsən ki, nəsə bir şey bilmirsən və qabağındakı adam bilir və sən ondan soruşmursan, o necədir? Və bu kəlam da onu demək istəyir ki, yəni bu soruşmaq eyib deyil, soruşmamaq eyibdir hətta. Yəni ona görə də bu fikrə münasibətim yaxşıdır. Birinci addım. Birinci isə Vaqiflə bir məhəllədə yaşayırıq, eyni sinifdə oxuyuruq, çox vaxt dərslərdə birlikdə gedib gəlirik, ya o məni çağırır, ya da mən onu. Bir səhər yenə mən onu səslədim, o özünü yetirdi. Gecikməmişik ki. Yox, hələ 20 dəqiqə var. Yox, hələ 20 dəqiqə var. Birlikdə məktəbə tərəf yönəldik. Yolda ondan soruşdum. Dərslərini öyrənmisən, Vaqif? Hardan? Azərbaycan dilindən tapşırığa baxmağa heç vaxtım olmayıb. Amma sən yəqin ki, həmişə kimi hamısını bilirsən, hə? Başqa cür ola bilməz. Ax, sinifimizin gözüsən. Vaqifin sözlərindən xoşlamasam da özümü o yerə qoymadım. İstəsən sən də ola bilərsən. Mən də o Səbir hanı oturum səni kimi gecə gündüz dərs kitab oxuyum. Dərsin başlanmasına bir neçə dəqiqə qalırdı. Məlum oldu ki, bəzi uşaqlar Azərbaycan dərsinə hazır deyillər. Ona görə də narahat idilər. Bir də gördüm, uşaqlar ətrafıma yığışıblar. Dərsə aid suallar verməyə başladılar. Mən Vaqifi də çağırdım. O pəncərə qabağında durmuşdu. Küçədən keçənlərə tamaşa edirdi. Mənim səsimin lovğalıqla əlini havada yerlədi. Onları öyrət. Mən necə olsam, çulmu sudan çıxara bilərəm. Uşaqlardan hansısı onu sancdı. Birdən çulun ağır oldu, səni batırdı. Öz dərdini çəkək. Nə yaxşı ki, Arif varmış. Yoxsa nəyə dərdiz? Mən sual və tapşırıqları izah elədim. Artıq sinifdə hamı dərsə hazır idi. Bir də dostum Vaqifdən savayı. Keçək səhifə 9-a. İkinci isə dərs başlayan kimi müəllim Vaqifi lövhəyə çağırdım. Dostumu yaman ilişdim. Sözləri aydınca eşidildi. Mən ön sırada oturmuşdum. Vaqif mənə göz qaş eləməyə başladı. Bu jestin mənasını başa düşmək çətin deyildi. Arif, kömək elə, məni vəziyyətdən çıxart. Bir sözlə o da istəyirdi ki, mən ona suflyorluq eləyim. Vaqifi indiyədək belə aciz görməmişdim. Müəllim məsələni başa düşmüşdü. O, bu dəfə məni çağırdı. Cavablarım müəllimin xoşuna gəldi. Məni xeyli təriflədi, Vaqifə nümunə göstərdi. Nədənsə mən dostumun yerini utandım. Sanki onun dərsdə hazırlıqsız olmasında günahkar mən idim. Dərs bitdi. Tənəffüsdə Vaqif məni acıladı. Bəlkə ayaqda səni yaxşı tanıdım. Bundan sonra mənim Arif adlı dostum yoxdur. O gün ilk dəfə məktəbdən evə birlikdə qayıtmadıq. Yol boyu götür-qoy edirdim. Niyə Vaqif məndən küsdü? Müəllimin gözü qabağında mən necə ona kömək edə bilərdim axı? Mən dərsi uşaqlara izah edəndə onu da çağırdım. O isə lovğalanaraq əlini yerlədi. Nə anladım? Mətnlə bağlı suallara cavab verin. 1. Mətn kimin dilindən nəql edilir? Mətn Arifin dilindən nəql edilir. 2. Uşaqlar nə üçün Arifin başına toplaşmışlar? Çünki o ən yaxşı oxuyan şagird idi, yəni sinifin gözü idi. 3. Vaqif hansı çətinliklə qarşılaşdı? Vaqif birinci müəllim onu çağırdı və o aciz qaldı.
Aha. Düşün və cavab ver. Cəmiyyətdən hissələrini uyğun və yarımbaşlıqlarla adlandırın. Bunu eləyə bilərsiniz, bunu özünüz eləyərsiniz. Sırada xüsusiyyətlərin Vaqifə və yaxud Arifə aid olduğunu müəyyən edin. Fikirlərinizi əsaslandırın. Səhlənkar Vaqif, təmkinli Arif, lovğa Vaqif, çalışqan Arif, məsuliyyətli Arif. Səhlənkar ona görə Vaqifdir ki, Səhlənkar ona görə Vaqifdir ki, o heç dərslərinə hazırlaşmırdı və lovğa idi. Təmkinli Arifdir, çünki onun sözlərindən xoşlanmasan da ona dözürdü, yəni özünü o yerə qoymurdu. Lovğa Vaqifdir və ona görə lovğadır ki, orada dedi lovğalanaraq əlini yellədi. Yəni mən bilirəm də onsuz da. Mən səndən öyrənəcək deyiləm. Yəni onu öyrənəcək adam kimi bilmirdi də. Çalışqan yenə Arif, məsuliyyətli yenə Arif və bunun səbəbi də o həmişə dərsi çalışqan, çünki o həmişə dərslərinə hazırlıqlı gedirdi, məsuliyyətli də elə bu. Depat, hansı fikirlə razısınız? Mövqeyinizi əsaslandırın. Arif Vaqifə kömək etməli idi. Arif Vaqifə kömək etməli deyildi, çünki onu çağırdı, o isə lovğalanaraq əldə elədi. Və Arif Vaqifə kömək etməməli idi, bu doğrudur. Keçək səhifə 10-a. İki tapşırığında deyir ki, sizcə Vaqiflə Arifin münasibətləri necə davam edəcək? Mətnin davamını oxuyun, təxminlərinizlə müqayisə edin. Üçüncü hissə, iki həftə idi ki, Vaqiflə küsülü idik. Məktəbə ayrı gedir, ayrı da qayıdırdıq. Nə mən onlara gelirdim, nə o da, nə də o bizə gəlirdi. Dünən mağazada Səadət xalanı gördüm. O Vaqifdən giləyləndi. Dedi ki, dərslərini oxumur. Xahiş etdi ki, ona dərslərində kömək edim. Mən isə heç nə deyə bilmədim. Elə bil ağzımı qıfalamışdılar. Fikir məni götürmüşdü. Atamın səsinə diksindim. Sən məndən nəsə gizlədirsən? Bir şey olmayıb ki. Yox, ata, deyə mızıldandım. Bəlkə dostlarınla sözləşmirsən? Neçə gündür Vaqif gözümə dəymir. Atam yaman yerdən yaxalamışdı məni. Elə mənim də ürəyim dolu idi. Odur ki, olanların hamısını atama da danışdım. O bir qədər fikrə gedib dedi. 2 həftə küsülü qalmaq, bu heç yaxşı hərəkət deyil. Oğul, yəqin ki, Vaqif də indi peşman olub. Deyirsən o lovğadır, qürurludur. Yaxşı olar ki, birinci addımı sən atasan. Bəs mənim qürurum yoxdur. Mən uşaqlara dərsi başa salanda onlara da mənə dəlaq edirdi. İndi mən onun ayağına gedim. Atam başını bulayıb dedi. Zəif adam yıxılıbsa ona kömək edib ayağı qaldıran adamın mənliyinə xələl gəlməz. Bugün Vaqiflə müqayisədə sən güclüsən. Onun sənə ehtiyacı var. Sən ona kömək etməsən, sinifdə qala bilər. Mənə elə gəlir ki, indi səni narahat edən budur. Birinci addımı atmağın səni daha da güclü edər. Mənlə razısan? Razıyam. Onda vur bura. Atam həmişəki kimi sağ əlini yuxarı qaldırdı. Mən də sağ əlimlə onun əlinə vurdum. Dostum, güclənmisən ha? O həmişə belə deyir. Bu söhbətdən sonra xeyli güldürləşdim. Belə dostlar, bugün də sizə ev tapşırıqlarında kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.